Açığı Təranə Qumralına Musa Musayev hansı verilişdə olur? O verilişlər də deyərdim ki, belə izləmə çox olur, hamı baxır, maraqlı olur. Təranə xanım belə yaşıdlarından fərqli olaraq, elə Musa Musayev də fərqli olaraq şou yaratmağı bacarırlar da. Verilişlərə reyting gətirirlər də. Təranə xanım demiş ki, sizə bu lazım deyildi, edirəm də. Belə açıq, fikirlidir. Ay başqaları kimi desin. Yox, ərimdir. Ərimə bu sözü deyə bilmərəm. Yox, uşaqlarımın atasıdır, xətrinə dəyər, ürəyindən nə gəlir? Belə, yaxşı mənada deyir. Müğənni Musa Musayev efirə idman corablarında çıxması ilə sosial şəbəkədə gündəm olub. Doğrudan da belə kişilər bəzən qəribə olur. Ya elə bir unudurlar ki, bu corabı geyinim ya geyimim. Belə fərqli bir corabları olur ayağında. Mən də dəfələrlə fikir vermişəm. Əyləşəndə bu şalvar ki, yuxarı çəkilir. Mütləq corablar görünür. Və təbii ki, mən istinad edirəm Milli Nöqtə və canlı yayıma ağ idman corabları ilə qatılan sənətçi izləyicilərin diqqətindən yayınmayıb. Onun bu qeyri-adi tərzi sosial mediada müzakirələrə səbəb olur. Məsələ ilə bağlı həyat yoldaşı müğənni Təranə Qumral da zarafatlı açıqlama verib. Mən geydirməmişəm. Belə də deyib, özü geyinib. Özü geyinib o corabları efirə gəlib. Doğrudan da maraqlıdır da. Çünki qadın özü cavabdeh olur, məsuliyyət daşıyır. Ona görə dedim, o xoşunuza gəlməyən corabı mən yox, Musa özü geyinib də, mən geydirməmişəm.